Bismillah. Yazın sonunda bu bürcləri çox möhtəşəm uğur gözləyir. Yazın sonu, may ayının sonları təbiətin oyandığı kimi bəzi bürclərində bəxtinin tam açıldığı bir dövr olacaq. Astroloji proqnozlara görə bu keçid dövründə xüsusilə 3 bürcün ulduzu parlayacaq. Budur, yazın sonunda möhtəşəm uğur qapısını döyəcək bürclər. 1. Buğa. Yazın sonu birbaşa buğaların dövrüdür. Yupiterin sizin bürcünüzdəki hərəkəti maddi və mənəvi genişlənmə vəd edir. Maliyyə, uzun müddətdir gözlədiyiniz artım və ya gözlənilməz gəlir mənbəyi ortaya çıxa bilər. Şəxsi həyat, özünüzə olan inamınız artacaq. Bu da ətrafınızdakı insanları sizə cəlb edəcək. Əkizlər, may ayının sonuna doğru günəşin sizin bürcünüzə keçməsi ilə enerjiniz pik həddə çatacaq. Sizin üçün şans qapıları məhz bu vaxt açılır. Karyera, yeni layihələr, müqavilələr və ya iş təklifləri üçün ideal zamandır. Ünsiyyət, intellektual qabiliyyətiniz sayəsində çətin görünən məsələləri asanlıqla həll edəcəksiniz. Qız. Yazın sonu qız bürcləri üçün əmək fəaliyyətinin bəhrəsini toplamaq vaxtıdır. Səbrinizin mükafatını alacaqsınız. Uğur, peşəkar sahədə tanınma və nüfuz qazanmaq ehtimalınız çox yüksəkdir. Səyahət, may ayının sonunda planlaşdırılmamış, lakin sizə çox xeyirli olacaq bir yolculuq gündəmə gələ bilər. Niyə məhz bu dövr? Astroloji baxımdan Yupiter və Veneranın müsbət bucaqları bu bürclərə həm sevgi, həm də bolluq gətirir. Bu dövrdə qarşınıza çıxan fürsətləri dəyərləndirmək üçün yox deməzdən əvvəl 2 dəfə düşünün. Kiçik bir qeyd. Uğur göydən düşmür. Ulduzlar sadəcə sizin üçün yolu işıqlandırır. Hərəkətə keçmək isə sizin əlinizdədir. Sizin bürcünüz bunlardan biridir, yoxsa yaxınlarınız üçün maraqlanırsınız?